Bəqərə surəsinin 213-cü ayəsindən belə başa düşülür ki, Hz. Adəm əleyhissalamın zamanından Nuh əleyhissalamın zamanına qədər insanlar arasında hər hansı bir peyğəmbər olmamış, insanlar fitrətlərinə əsasən və Hz. Adəmin öyrətdiyi təlimlər əsasında Allaha pərəstiş etmişlər və Hz. Nuhun dönəmində insanlar təkallahlıq dinindən üz çevirərək çoxallahlıq dininə üz tutmuşlar. Və çox maraqlıdır ki, bu məsələ hansı formada keçmişdir? Bu barədə biz Nuh surəsinin 21-23-cü ayələrində belə oxuyuruq ki, Hz. Nuh onlarla üzləşəndə onlara deyir ki, ey Rəbbim, onlar böyük hiyliyə əl atdılar. Böyük hiylə nədən ibarət idi? Böyük hiylə bundan ibarət idi ki, onlar salih insanların qəbirləri üzərində bütlər dikmiş və insanları salih insanlara tərəf ibadətə çağırmışlar və Hz. Nuh öz dəvətini başlayanda Hz. Nuhu bu salih insanlarla üz-üzə qoymağa çalışmışdılar. Və buna görə bu nəticəni ala bilirik ki, Nuh əleyhissalamın dönəmində ilk olaraq bütpərəstlik başlamış və bu bütpərəstlik özünü hər hansı bir müqəddəslərə pərəstiş formasında özünü göstərmişdir və bu bir ümumi yanaşmadır. Yəni bütün mədəniyyətlərdə, sivilizasiyada bunu görə bilərik.